Burada elə bir def funksiyası olanda qayıdıb funksiya, əvvəlcə qayıdırıq ən aşağıya. K-nın Bəli, qiyməti yazılıb, funksiyanın qiyməti verilib D. D-nin də qiyməti verilib 12. bəli. D12. Deməli bizdə K burada, bizdə K burada funksiya, D burada A-nı əvəz edir də. Gətirib o D-nin nədir bu? A-nın yerinə 12-ni qoyuruq. Gedirik if-ə. 12 ondan kiçikdirmi? Xeyr. Bəli. Ona görə else-yə gedirik. Biz 3 idi, 3-ü ona vururuq, 30. Gətirib lap birinci də yerinə qoymuşduq. O bayaq yazmışdıq, 12 vurulsun funksiya 10. Onun qiyməti 30 oldu. 12-ni də 30-a vuranda 360. Bəli. Mesela bunu belə eləmək olmazdı ki, onu 12'ye vuranda 120, qaytar Nasıl budur da? Yox, mən elə müəllim, səndən Təxmini olaraq heç. mən səndən kimi yazmışam da, bir dəfəmlik. Yox, bax. Bəli, vur 360 yalda rahat. Yəni o bilirsən, həm də o düz deyil, yolu odur, başa düşürəm. Ancaq imtahanda o biraz çox vaxt aparar da, o nöqteyi nəzərdən. Baxın, ardıcılıq belədir. Burada D-nin yerinə 12 yazırıq. Funq D-ni tapırıq. Müəllim, danışanda çox gedir. Yazanda asandır. Yazanda mən elə bir dəfə rəqəmləri yazdım yerinə qoyub. Bəli. Yəni şeydir. Funq 12-ni tapırıq. Müəllimə, əsas odur variant düz gəlsin, evin tikilsin, 12 saatdır kimdir yazan. Deyir ki, 12 kiçikdir mi ondan? Deyir 12 kiçikdir. Müəllimə də danışır, bağışlasın Nazlı müəllimə. Orada soruşmayacaq, bunu nətər yazdım. Baxacaq ki, 360'ı işarə eləmişik, deyəcək, ya, bu bilir. Bəli. Baxırıq else qoluna. A-nın qiyməti 12 idi. Burada 12 yazırıq. Yazırıq 12 vurulsun, funq A çıxılsın 2. A 12 idi. 12-dən də 2 Bu A. funq Belə A yox. 10. İlqar müəllim 10. Gəlin gəlib yoxlayırıq. Deyirik, bu dəfə funq 10 axtarırıq. Deyirik 10 kiçikdirmi? 10. Kiçikdirmi 10-dan? Deyirik, yox. Else qoluna düşürük. Bu dəfə də yazırıq ki, belə deyim, A-nın yerinə 10 yazırıq da. Elə bir A-nın yerinə 10 dayanır. Yazırıq 10 vurulsun. Funq 8. 8, bəli. Yəni o yolu bilirik. Sadəcə mən promo yazdım. Yəni o yolu bilirik ki, sadəcə həm də çox vaxt aparmasın o nöqtəyinə. Sonra funksiya 6. Bəli, funq 6-da artıq ödəyir qiymət. Ödədiyinə görə S3-ü götürürük. Yəni funq 6-nın qiyməti artıq 3-dür. Burada 8 Ona görə S-yə düşmürük. Bəli, 24 verir Bunu biz bizə. iptal elədik. Onun nə problemi vardı ki? Götürdük retunda deyə tırtdıq onu. Fisə də 60 aldıq da. 140 yazdı. Bəli. Əsas odur müəllim, qiymət variant düz olsun. Əsas odur. Hə, o evin tikilsin. Orada deməyə gələr, bu hansı yolla getmisən? Əla. Əla. 17-ci deyək Düz ki, o könül istər vaxt çox ola qəşəng yazasan. 55 üstə gələk yazasan. Ancaq indi vaxt olmayandan sonra yoxa nə elədir? On 17-də Y variantı deyil. Daxil, prosesorun daxilində. keş yaddaş harada yerləşir? Keş yaddaş əməl yaddaşın daxilinə yerləşmir. Ülqar müəllim. Yox, prosesorun. Hə, prosesor. Sadəcə əməli yaddaşa müraciəti sürətləndirir də. Hə, bildim. Mən səhv getmişdim, hə. Sadəcə o yaddaşa müraciəti sürətləndirir. Eləmi? Bəli, deyir, ARPANET texnologiyasında hansı topologiyadan istifadə olunmuşdur? Ulduz. Ulduzdur da.
Şeybəndi müəllimə ulduz. Qayda dəftərinə qeyd edilir, ArcNet topologiyasında ulduzdan istifadə olunmuşdur. Şəkildə qeyd olunmuş. Müəllimə burada görünüşdür, görünüş, vibe. Bəli, view. Açdım. PowerPoint aiddir. Bəli, PowerPoint-dən. Video. Bir də müəllimlər PowerPoint demişkən qrupa 8-ci siniflər monitoring suallarını atmışdım. Yəni ki, baxmış o suallara. Bax, o sualların oxşar bizə düşə bilər qəbulda. Yəni ki, baxmışıq. Mən baxmamışam, mümkün olsa atarsın da mənim. Mən də baxmamışam müəllimə. Yəni daha doğrusu görkün nəzərimə nəzərə çarpıyıb ona görə. Hə, atmışdım. Yoxsa belə mən hamısına baxıram. Ötürülmə sürəti 40 megabit bölünsün saniyə olan internet vasitəsilə 1024 sətr və hər sətirdə 256 64. Aha. Baxın, əlifbada deyil, Müəllimə, mən bunu yolun deyim də, həcmi tapırıq, sətr, bıraq simvol, bıraq səhifə. Sonra megabaytla tapırıq da, çox güman. Sonra onu megabitə göndəririk. Saniyədə 40 mbit ötürürsə, görək o neçə megabitdirsə və məsəl üçün o 100-dürsə, onu bölürük 4-ə məsələn, ya 100-ə. Əvvəl həcmi tapırıq. Mən belə fikirləşirəm. Mən bunları ümumiyyətlə bilmirəm. Sətr, müəllim, niyə? Həcm bərabərdir, sətr, bıraq simvol, o da bıraq səhifə. Sonra həcmi misal üçün, müəllim, elə bir ki, məsələn deyirəm, 200 baytdır, ya kilobaytdır, hər nəysə. Onu ucu baytlandır, hə, onu ucu megabitə çeviririk. Məsələn, saniyədə elədik, məsələn, 500 megabit elə. Əgər bir saniyədə 40 megabit ötürürsə, onu məsələn deyirəm də, məsələn, 500-ü bölürük 40-a, o nöqteyi nəzərdən. Düzdür müəllimə, yoxsa səhvdir? Düzdür müəllim. Müəllimə, demişəm, qrupdaşların hamısı 51 üstə gələkdir. Nizam müəllim, zəhmət olmasa deyin 20-ci sualın izahını. Yirminci sualda müəllimə, götürülmə sürəti V-dir. V bərabər 40 megabit saniyə internet vasitəsilə 1024 sətr, hər sətirdə 256 simvol, 64 səhifədir. 1024-ü vururuq, 210 vurulmuş, 209 vurulmuş, 205, 206. Bir də oradan TN tapırıq. TN də 40 megabit də bölürük onlara. TN tapa bilirik. Mən elə başa düşdüm. Deməli, bir saniyədə 40 megabit ötürür informasiya. Müəllimə, ona görə həcmi tapmalıyıq ki, görək həcmimiz nə qədərdir. Baxaq, 1024 sətr, 256 simvol və 64 səhifə var. Bunların hər birini bir-birinə vururuq. 210, 200, Həcmi tapmaq üçün. 224'dür. 206, bəli, 224 edir. 224 vurulsun 1. 1 nədir? Çünki, yox, burada da 224. Deyir, əlifbada simvolların sayı 1024-ə bərabərdirsə, deməli, bir simvol nəyə bərabərdir? 210 bitə. Eləcə 10 bitə. Yəni, 210-dursa, burada simvolların sayı. Deməli, bir simvol yaddaşda 10 bit yer tutur. 224 vurulsun 10. Bu nəyin həcmidir? Bizim ümumi, belə deyim. Simvol nədir? Həcmdə mətnin həcmi, kitabın həcmi. Bəli, əlimizdə olan materialımızın həcmi bu qədərdir. Mən 4 saniyə aldım, müəllimə. İndi biz bunu megabitlə verib baxın. Megabitlə verib. Bir saniyədə megabit ötürdüyünə görə. 223'e vurmalıyım. Yox, Onu müəllimə. niyə yazdın? Bölün.
2 üstü 20'ye, Bölək, müəllimlər, 2 üstü 20'ye. Çünki bitdən megabitə keçəndə sadəcə 2 üstü 20'ye bölür. Bitlər qalır yerində. 2 saniyədir. Bəli, bunlar ixtisar gedir. Bu da edir 2 üstü 4 qalır. 2 üstü 4 də Yox, bizə 2 üstü 20'ye böldük. müəllimlər ixtisar gedir də 2 üstü Müəllim, 0,4 saniyə. Yo, 4 saniye mən aldım. müəllimlər 2 üstü 4 16 eləyir. 16'nı 10'a vurduq. Neçə elədi? 160. Deməli 160 megabitdir. Əlimizdə olan həcm 160 Hə. megabitdir. 1 saniyədə də 40 megabit ötürdüyünə görə bunu böldüm 40 megabitə. Bəli, Bax bəli. vahidlər. Mən də eyni eləmişəm, bəli. Bəli, bu Bəli. cavabda eləyir 4. Yəni 4 saniyə Bəli, ərzində. mən də eyni eləmişəm. Düzdür. Bəli, əla. Sonra 1-8'lik say sistemində verilmiş 77 ədədindən əvvəl və sonra hansı ədədlər var? 76 bir də 100 D bəndi. Bəli, çünki 77-dən sonra hansı ədəd? Biz bunu da baş sınıf hesablamağa ehtiyac yoxdur. 78, nə də vaxt itirir? 79, nə bilim, neçə, sonra gəlir 80, 90. Avtomatik orada A ilə B-ni çıxırır. Güzeldən, bəli. Çünki niyə 8-in say sistemində 7-dən yüksək rəqəm yoxdur. Ona görə. Bəli. Düzdür, əla. Bunu həll edərdik. Mexanik sözünü kodlaşdıraq. K4. K4 nə deməkdir müəllimlər? Bu da əlifbanın əslində verilməlidir. Əlifbadan 4 artacaqdır. bəli, bəli. Sən bunu izah eləyərdiniz. Mən o gün də bir dənə düşmüşdü, bilmədim. M-dan K şifrədir də. Yəni M-dan 4 dənə hansı hərf gəlir? Bəli. E-dən 4 dənə sonra, X-dan 4 dənə sonra. Deyəsən sınaqda düşmüşdü. Bəli. Necə, mən başa düşmədim. Həm K bərabərdir 4 şifrə, yəni bizə 4 kodu verib 4. Yəni M-dan 4 hərf sonra hansı hərf gəlir? Onu götürürük. E-dən 4 dənə hərf. Əlifbanı verəndə daha rahat olur. Əlifbanı verəndə ki, sınaqda əlifbanı vermişdilər. Vermişdilər, bəli. Amma burada yoxdur. Ya, gərək burada hərflərin yerini sən dəqiq bilərsən ki, hansı hərf neçənci yerinə. İmtihanda həmişə verirlər. Şu gəlir. Şu ilə başlayanda bir dənə cırdadır. Biz K-dan sonra hərfləri sayırıq. Başa düşürük. Baxın mənim, M deyil, M. M-i buraxırsınız, M-i saymırsınız. M-dən sonra 1, 2, 3, 4 sayırsınız. M-dən sonra, özündən sonra. M hərfindən sonra E hərfi gəlir. E hərfinə baxmırsınız, E hərfindən sonra 1, 2, 3, 4 sayırsınız. Yəni, E-ni də daxil edib, E-dən başlayın 1, 2, 3, 4 saymırsınız. Yox, heç atmadı mənə. Müəllim, baxın, burada əlifbanı bilirsiniz də hər halda. Belədir. Əlifbamızda elə bir ki, M hərfindən sonra 4 dənə hərf, 4-cü hərf. M-dan sonra 4-cü. Məsələn, M, N, R, S, Ş. Ş gəlir. Aha. Hə, deməli birinci M-nin yerinə biz Ş yazacağıq. E, E-dən sonra nə gəlir? Ə, F, C, G. G hərfi gəlir. Onda C C avtomatik cavab çıxır ki, C variantı. Azərbaycan əlifbasını qoyuruq qabağımıza. Hansı hərflər? Bilim və riyaziyyat öyrənək, yoxsa Azərbaycan dilini. Allah bazara çeviriblər. Müəllimlər, burada verilməyib. Amma imtihanda yox, narahat olmayın. İmtihanda həmişə verilir. Burada yəni verilmir. Əlifba veriləndə rahat olur. Bəli, həmişə verilir, narahat olmayın. Deməli, 24-də deyir, aşağıdakılardan hansılar daxili yaddaş qurğusuna aiddir? 2, 4, 5. Bəli, KMOS-dur, ROM-dur. 2, 4, 5. Bəli, HDD-dir, SSD-dir, DVD-dir, bunlar xarici yaddaş qurğulardır. Bəli.
Baxaq 25-ci. Bir şəkildə qeyd edilmiş əmrlər hansı ver kitabına aiddir? Biografi. Bizdə hansı bu? Bir A variantıdır da bu. Bəli, səhifənin parametrlərini bildirir. 26-cı suala bax. Alqoritmin yerinə yetirilməsi nəticəsində Y dəyişəni 136 qiymətini almışdır. Alqoritm yerinə yetirilənə qədər X dəyişənin qiyməti neçə olmuşdur? Ya bu tip misallarda ya əksinə, tərsinə hesablaya gedirsiniz. O da alınmırsa Variantlar yerdə Variant koymalıyam. variant necə rahat. Amma yəni situasiya tipli sual olanda artıq həll edə bilmirsiniz. Mən hərəmiz birini qoyaq da variantları. Xeyr müəllim, çalışın variantsız həll eləməyə. Baxın, variantsız həll eləyəndə necə həll eləyərik? Burada deyir X-in üzərinə. Baxın, çox maraqlı situasiyası var. Baxın, Varmıq müəllim, əslində çox rahat tapmaq. 136, baxın 136 qiymətini aldı proqram. 136. Düzdür, deyir ki 136 qiymət aldı. Deməli, nəyin qiyməti 136 oldu? Y-in qiyməti. Bəli, Y-in qiyməti sonda 136 oldu. Burada X-in üzərinə Y əlavə edib və üzərinə 20 əlavə edib ki, 136 aldı. Buradan belə nəticə çıxır ki, 26 elədim. Deməli, buradan belə nəticə çıxır ki, 136-dan 20'sini çıxırsan, geriyə 116. Əla, bəli, 116. 116. Burada da baxın, çox maraqlıdır həlli. 116. Burada X və Y qalıbdır. İndi burada X elə bir qiymət almalıdır ki, Y-in üzərinə 30 gələndə və gətirib burada yerinə qoyunda qiymət də çıxsın. Evet, hamısı zəncirvari bir-biri ilə əlaqəlidir. 26 edirəm. Müəllimə, bunu Mən lap belə. Birinci var ha. 136 bərabərdir. Elə X üstə gələk 2, üstə gələk 15. Deməli 136 bərabərdir 17 X-ə. X də bərabərdir 136 bölək 17-yə. Yo, müəllim, 136-nı birincidən niyə qoyursunuz? Yox, İlqar müəllim, burada 136-nı axırdan qoymalıyıq. Bizə çapa verilib, ən axırıncı qiymətdir. Hə. Yəni burada elə bir Y-in yerinə gətirib 136 qoyarsınız. Yəni X plus Y plus Y bərabərdir 136. Variantlar qoyub eləmək bərabərdir 116, hə. Hə, indi X plus Y-imiz 116'dır. Onda buradan gətirib bir dənə, məsələn, ya X-i ya Y-i tapıb gətirib o yuxarıdakında X bərabərdir Y plus 30'da qoya bilərsiniz. Məsələn, mən X-in qiyməti tapdım, 116 çıx Y kimi. Gətirdim bu yuxarıda 116 çıx Y bərabərdir Y plus 30. Oradan tapdım 2Y 86'dır, Y 43'dür. Ən birinci yuxarıdakı qiymətimiz, yəni Y-imiz 43'dür. 43 bərabərdir X plus 17. X də bərabərdir 43-dən 17 çıxanda 26. Mən variant qoyub elədim, mənə variantla rahat gəlir. Mənim variant, siz məsələn A variantın birinci qoydunuz. Olmayacaq keçəcək ikinciyə, olmayacaq keçəcək üçüncüyə. O vaxt aparır, ona görə. Amma mən elə rahat... İndi A variantı birinci A variantıydı deyə tez tapdınız. Bəxtim çəkdi. Baxaq, 27-ci sualı. Heç deməyən müəllimlərimizdən. 27 nədir? Niyazi müəllim, zəhmət olmasa deyin 27-ci cavabını. Mən həm belə deyəsə, boşlamadığım sual tiplərindən biri. Mən özünüz başa salarsınız. Mən də bilmirəm bunu. Yox, bunu belə təqribən bilirəm. Burada deyir ki, X böyükdür 20-dən, amma burada bunu nə cavab alsa, bunun cavabını bizə inkar verir. Elə deyil müəllimə. Yox, müəllim, xeyr. Bunun qarşısındakı inkar deyil ki. Mötərizənin içərisindəkini yalnız həll eləyəndən sonra inkar edə bilər. Mən də onu deyirəm. Mən mötərizənin içini həll edirik, sonra onun inkarını, onun tərsini görürük. Elə bilmişsiniz deyirsiniz. Hə, düzdür. Bəli. Onda burada variantları bir-bir yerinə qoyub yazmalıyız, yoxsa? Yox, burada aralıq götürürük. Deyir ki, X 22-dən böyükdür, X 20-dən kiçikdir.
Deməli biz burada x-i nə götürə bilərik? X-i götürə bilərik. 22'den böyük 20'den küçük. bölü Onda ya yalan doğru söhbəti var. 2. Hə, 22-dən kiçik 20'den kiçik olacaq 19, 22'den de böyük aralık olur, 23-24 bu aralık olur da. Burada da deməli deyəcəm. Məsələn, hansı halda doğru qiymət? Evet. Məsələn, məncə burada variant qoymalıyıq. Məsələn, 16 qoysuq, Müəllimlər, 16 22-dən böyükdür, yox, söhbət x-in 0-dır. qiymətindən gedir. Bəli, x 16 20-dən kiçikdir, 1-dir. 0 ilə 1. Bu nə idi? İmplikasiya idi. Hansı? müəllimə, burada deyir ki, x böyükdür İnkardır. 22. X də kiçikdir 20. Burada bunun əksi gedəcək. Yəni olacaq x kiçikdir 22, Bəli. x böyükdür 20. Yəni ki, bir sözlə elə bir ədəd yazmalıyıq ki, 22-dən böyük. Yəni 10 qoyun tapaq. Mən elə bir ədəddə olmadı da. Yox, elə bir ədəd yoxdur ki, 22-dən böyük olsun. 20'den Yo, orada elə məncə elə deyil axı. Məncə biri doğru, biri yalan olmalı. biri doğru olur, biri yalan. Təzəndən də burada da inkar verəndə Onda elə 22 olur da. bu ortadakı işarə nəyin işarəsidir? Böyük bərabərdir. Bu böyük bərabər. Yəni bərabər. Elə 22 olar da onda. Niyə 25 yox məndə? Niyə 25 yox? 25 çox yekədir. Bax, bizə lazım. 25 22-dən böyükdür. Onda doğrudur. 1. Bəli. 25 Ha, 25 20-dən kiçikdir 0. Deməli doğru yalan. Doğru yalan bizə yalanı verir. bəli. Hə, yalanın da inkarı doğrudur. Bəli, ona görə cavab 25. 25 ədədini versən, qiymət düz alınır. Baxaq. Burada inkarı nəyi veriblər ondan? Mən inkar o demək. Hə də müəllim, burada mötərizənin içindəki cavab yalandır. İmplikasiyada doğru ilə yalan, yalanı verir bizə. Amma siz dediniz bu ki, yəni 25'i x-in yerinə qoysaq birincidə bu oldu doğru olur da. Yəni bu true'nu verir. İkincidə false verir. Və burada yaxşı. Biri 1 olur, biri 0 olur. Bunun da Hə, imkanı 1 da ilə olur. 0 yalandır da. İmplikasiyada doğru yalan yalanı verir bizə. Bəli. Yəni bir sözlə mötərizənin daxilində olan həllimiz 0 qiymətini alır, 0-ın da inkarı bizə 1 qiymətini vermiş olur. Bu da İndi yaxşı, müəllimə, mən siz deyəni başa düşdüm. Yaxşı, əgər biz bunun yerinə 19 qoysaq, onda birinci yalan olur, ikinci doğru olur. Onda da həmin şey olur da. Bunun nə? Yo müəllim. Yo, yalan doğru, implikasiyada yalan doğru, doğrunu verir. Doğru yalan yalanı verir. Olar. Birinci yerdə yalan duranda, ikinci yerdə doğru duranda doğrunu verir elə bizə. Doğrunun inkarı yalandır, axı bizdən doğrunun qiymətini soruşur. Məsələn 22-ni qoyanda nə olur? Bir dənə qoyun hələ. 22'ni qoyanda da ümumiyyətlə heç biri ödəm. Yalan yalan olur 22-də. Niyə müəllimə? 22'də burada Deyil, bərabərdir. Yəni böyük bərabərdir. Böyük bərabərdir sözü hardadır müəllim orada? X böyükdür 22'dən.
İşarə Olar. qoyulan yer. Hada 22 22-dən böyükdür. Xeyr, yalandır. Amma 22, bərabərdir 20. də. Beraber de bir işareti bu da orada. Bərabərdir, deməli yalandır da. 22 22-dən böyük deyil ki, bərabər də orada. Ay müəllim, o bərabər işarəsi deyil, implikasiyadır. Məntiqi nəticə. Ha, ben onu beraber okudum ben onu. Ya, o işarə məntiqi nəticənin işarəsidir, implikasiya. Bizdə 4 dənə də disjunksiya, konjunksiya, implikasiya, ekvivalentlik. Dörd məntiqi əməlimiz var. Daha 28-ci misal. 28-ci misalda burada mürəkkəb forlardır, iç-içə forlardır. Yəni ki, hansı qaydada həll edirik? Yenə də burada i dəyişəninin bir qiymətində j dəyişəninin bütün qiymətlərini emal edirik. Yəni bir sözlə 0 və 1 qiymətlərində for j-in range 1 və 3 qiymətlərini emal edirik. 1 və 3 qiymətlərini, yəni 1, 2 qiymətləri emal olunur. 0 qiymətini götürürük. 0 qiymətində i dəyişəninin 0 qiymətində j dəyişəninin 1 və 2 qiymətlərini emal edirik. Deyir, əgər i dəyişəninin qiyməti j-yə bərabərdirsə, burada 0 qiymətində 1-i götürdük. Bərabər deyil. Yenə 0 qiymətində 2-ni götürdük. Bərabər deyil. Yəni 0 qiymətində emal etdikdə heç birində if ödəmir. If ödəmədiyinə görə bu həllə baxa bilmirik. İndi ikincidə baxaq. 1 qiymətində. 1 qiymətində 1 ilə 1, bəli, bir-birinə bərabərdir. Amma 1 qiymətində 2 bərabər deyil. Ona görə də yalnız 1 və 1 qiymətlərini bir dəfə dövrü həll edir. If şərti bir dəfə ödəyir. Ona görə də şərt ödəndikdə S bərabərdir. S-in üzərinə A dəyişəninin i-nci qiymətini və j-inci qiymətini əlavə edirik. Baxaq, S-imizin qiyməti 2 idi. 9 edir mənə. 2-nin üzərinə əlavə edirik. Necə? 9 edir yoxsa? Yəni, hər ikisində 1-dir da. Elə bir ki, 1, 1. Onu demirdim. Yəni indeksi məsəl üçün 1 olanı götürəcəyik də. Məsəl üçün burada A-nın indeksi 1 olan 2-dir. Bu birisində də Baxın mənə, deyir ki, burada 1, 1 nə deməkdir? Yəni ki, bu birincinin, bax bu birincinin daxilində olan birincini götürürsünüz. 0, 1. 1-in daxilində olan bir ədədi hansıdır? Həmən ədədi götür. Da mənim oldu. Necə? Biri Beş daxil değil. olan, bir eksi bir olan, bir iki değil. Yox mənim, baxın bu 0-dır, bu 1-dir. 0, 1, 2, hə. Birin daxil Biri 5-dir. birincisi 0, 1. Bu 1-in birincisi 5-dir. 5'dir. Yəni 1 belə 1 oldu 5. Deməli 2-nin üzərinə 5 əlavə edib. Bu dediyin 7. Ona görə A variantı. Yəni birincinin birinci qiymətidir. Baxın, birinci dəyişən hansıdır orada? Bu 0'dır, bu da 1'dir. Bunun da birinci qiyməti bu 5 ədədidir. Aydın deyilsə bir də deyim izahını. Əgər tam başa düşməlisə mənimlə deyim, bir də baxalım izahını. 29-cu sualı. Nizam müəllim, zəhmət olmasa deyil 29-cu sualı. Burada da müəllim 128 512-nin hasilidir. 8 rəng çalarsa da burada dərinlik getmir də 3-ə vuracaq, düzdür? Əla. Yaddaşların təcrübəni tapacaq. Əla. Bəli. Yəni küstü 7, küstü 7, küstü 9, vurulmuş küstü 3. Onda yaddaşda indi baxarıq da kilobitlə istəyir, yox kilobaytla istəyir, nə istəyir, ona da çevirmək üçün bölərik biti. Əla.
Bəli. 7 Kilobitlə 48 kilobit. vurulsun 3. 9 ilə 7 bizə 16-nı verir. Təbii ki, bu da baxın mega ilə ödəmir. 213-ə bölə bilərik ancaq. Çünki burada 216-da axı. Burada ixtisar gedər. 24, 20. 203 vurulsun 3. Bəli. Kilobit. 24 kilobayt. Bəli. Əla, düzdür. Daha 30-cu misal. Baxın müəllimlər, 30-cu sualda kimin çətinliyi varsa, baxın, bridge'dir, körpüdür, sonra switch, bridge, kommutatorlar, toparlayıcılar, yönləndirici, rotor, şəbəkə keçidi. Bilirəm ki, 90% müəllimlərimiz bunda çətinlik çəkir, düzdür? Bunların hamısını dəyişə salırıq. Yəni, ona görə də bunları qayda dəftərinə qeyd edin, zəhmət olmasın. Qayda dəftərinə qeyd edin, yaxşı-yaxşı öyrənirik. Burada 30-cuda doğru cavab Y variantıdır. 30-cuda doğru cavab Y variantıdır. Baxın. Yenə deyirəm, bu terminlərin izahını mütləq öyrənin. Qayda dəftərinə qeyd edin. Böyük ehtimal ki, bunların hansındansa birindən sual düşə bilər bizə. Baxaq, toparlayıcı hub. Deyir, bu qovlu ona daxil olan bütün informasiyanı sadəcə ötürür. Yəni, bu qovluya qoşulmuş qurğuların hamısı eyni bir informasiyanı alır. Deməli, informasiyanı sadəcə ötürən, yəni qurğulara çatdıran nədir? Hubdur, yəni toparlayıcıdır. Sonra baxaq, ikinciyə baxaq. İkincidə kommutator və yaxud da switch. Görək bu hansı şey yarayır. Bu qurğuda müəllimlər paketlər yalnız nəzərdə tutulmuş kompüterə ötürür. Bu nə deməkdir? O ki, deyirik, məsələn, hansısa informasiyadır. İnformasiyanı ötürən zaman onu müəyyən paketlər şəkildə ötürülməlidir informasiya. Yəni, müəyyən hissələrə bölünərək ötürülməlidir. Niyə? Məsələn, ola bilər ki, bizim modemin sürəti, məsəl üçün deyək, 1 saniyədə 8 bitdir. 1 saniyədə 8 bit. Digər modem isə 1 saniyədə 800 bit ötürür. Yəni, o baxımdan, yəni bunu nə tənzimləyir? Hansı qurğu tənzimləyir? Kommutator və yaxud da switch adlanan qurğu tənzimləyir. Yönləndirici və rotor. Rotor hansı işi görür? Lokal şəbəkəni internetlə əlaqələndirmək üçün istifadə olunur. Lokal nədir müəllimlər? Biz yerli istifadə Lokal yerli şəbəkədir. Yəni bir bina daxilində, bir müəssisə, bir idarə daxilində olan. Əla. Bəli, yəni kiçik şəbəkədir. Və yaxud da bir dənə bina olsun. Binanın hamısının internet paylayıcıları həmin o yönləndirici rotor vasitəsindən həyata keçirilir. Müəllimlər, bəs şülüzlə bridge'in, yəni körpü ilə şəbəkə keçidinin bir-birindən fərqi nədədir? Baxaq bunların fərqinə. Deməli, bridge, yəni körpü, bir sözün mənası ingiliscəsində körpü deməkdir. Bridge nə edir? Şəbəkəni deyir, alt şəbəkələrə ayıraraq və ya lokal şəbəkələri birləşdirmək üçün qurulur. Deməli, şəbəkəni həm alt şəbəkələrə ayırır, həm də lokal şəbəkələri birləşdirmək üçün istifadə olunur. Yəni, müxtəlif lokal şəbəkələri birləşdirmək üçün istifadə olunur. Görək digər hansı işi görür? Yəni, şəbəkə keçidi, şülüz hansı işi görür? Şülüzdə protokollar ayrı olur, elə? Aysa, bəli, şülüzdə protokollar ayrıdır. Baxın, müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirir. Bu, 11 sinif kitabında bunun qayda dəftərinə qeyd edin. Amma, belə deyim, bridge, yəni körpü, baxın, neyini? Lokal şəbəkələr birləşdirmək üçün eyni şəbəkələrdə işləyir. Amma şülüz neyiniyir?
şlüz müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirir. Biz nə edir? Eyni, yəni şəbəkələr arasında informasiya mübadiləsini həyata keçirir. Bunların bir-birindən fərqi budur. Bunları ancaq əzbərləmək. Qayda dəftərinə mütləq yazıb əzbərləmək. Mənim heç yadda qalan şey deyil. İnternetten araştırıp biraz da dərinliyinə gedib baxa bilərsən. Niyə yadda qalmır? Çünki biz əzbər yadda saxlayırıq. Yəni bunu dedim, əyani olaraq təsəvvür etmirik. Ona görə. Məsələn, kitabın vərəqləri, onun sətri, neçə sətr var, hər sətrdə neçə simvollar görürsünüz. Bunu deyən kimi yadda qalır. Niyə yadda qalır? Çünki əyani olaraq həmin kitab əlimizdədir və kitabda təsəvvür edə bilirik bunu, bu situasiyanı. Yox, gərək müəllimə, bunların hamısı bizdə olanları quraşdıraq, onda yadda qalacaq. O təbiidir, amma indi ona imkan olmasa da nə edə bilərik? İnternetdən bunlar haqqında daha geniş araşdırma aparın, videolara baxın və yaxud da şəkillərə baxın. Məsələn, canlı şəkildə qurğularla belə deyim, dərslər keçirilir. O dərslərə baxıb elə yəni rahatlıqla öyrənə bilərsiniz. Yəni yenə deyirəm, bir balaca dərindən araşdırmaq. Yəni bir dənə buna baxım, yadda saxlayım, yadda qalmırsa elə öyrənim. Şəkildə qeyd edilmiş əmrlər hansı lent başlığına aiddir? Hansı idi müəllimlər? Excel proqramında. Yadımıza salaq. Bu hansı başlıq? Avtosumma falan var idi. Bunlar hansındaydı? Bəlkə müəllimə deyən dedi. Yox, insetdi məndə. Inset Yox, müəllimə, A bəndi, formula. Nizam müəllim. Müəllimə, A deyil. Baxaq. Nizam müəllim, sizcə hansı bənddir? Hansı hissə? Əlqar müəllim bir olmalıdır məncə. Formulasıdır. Çünki orada formulalardan söhbət gedir. Hamısı yəni A variantını hesab edirəm. Olubsa səhv edirəm. Bəli. Hədə müəllimə, avtosummadır, final maliyyədir. deyə bilirəm. Yox, formuladır. Mən bilən formuladır, yalan deyirəm. Bəlkə ancaq fikrim odur, formuladır. Baxın mənlə qrupa. Inset tabında olmalıdır bunlar. Müəllim, o insert əlavə edir. Bəli. Bizə deyir ki, hansı lent tabındadır. Tabının başlığına aiddir. Ümumiyyətlə. Müəllim, hansıdır? Mən deyirəm A bəndidir. Müəllim deyir ki, insert. Hansıdır? Mən qrupa atıram, baxın. Yəni belə mənlə gəlir, deyir, daha yadda yaxşı, yadda qalır. Baxın. Müəllimlər, tabları bir də gözdən nəzərdən keçirin. Yəni ki, kompüter istifadə edirik. İstifadə etməsək də, məsələn, internetdən baxa bilərsiniz. Yəni, tablara bir də baxın. Word-dür, Excel-dir, PowerPoint-dir. Bunların heç olmasa tabların, belə deyim, əsas tablara bir nəzər yetirin. Müəllim, burada yazıb da, o tekstin üstündə, data time üstündə formulası yazılır. Bəli, düzdür. Bəli. Deyir, Sonra bu tərəfində PHLite-dir, bu tərəfində datadır. Yəni PHLite ilə datanın arasında formula yazılır. bəli, düzdür. Daha bax variant, formula. Bəli. Alın. Baxın 32-yə. Deyir, eni uzunluğundan 3 dəfə çox olan qrafik faylın eni ilə uzunluğunun qiymətlərinin cəmi 2048-dir. Bu faylın yaddaşda 3 MB yer tutduğu məlumdursa, paletədəki rənglərin sayını müəyyən edeyim. Çox maraqlı sualdır. Eni uzunluğundan 3 dəfə çox olan qrafik faylın eni ilə uzunluğunun qiymətlərinin cəmi 2048-dir. Deməli, biri o birindən
3 dəfə çoxdur. Bu 1-dirsə, Biri X-dir, o birisi 3X-dir. ay sağ ol. Bəli, bu da Bu da 3x. bərabərdir. 2048. Bu da elə 2048-i 4-ə böləndə biz alırıq neçə? Bir dəqiqə. Bizdən partiyadakı rənglərin sayını sorur. 510 deməli 512. Bizdən nəyi soruşur? Bizə nə deyir? Deyir, bu faylın yaddaşda 3 megabayt yer tutduğu məlumdursa, partiyadakı rənglərin sayını tapın. Yəni, bu da rənglərin. Deməli, Bəli. deməli biz 512 2 üstü 9 vurulsun n bərabərdir 512 yox 3 megabayt 3 megabayt. Biz də bunu deməli bölməliyik neçəyə? 2 üstü 23-ə. Yox. Burada 2 üstü 23'ə vuranda biz bunu bitlə alırıq. Bəli. Dəqiqə məlumat yazayım. 9 bundan Onda 2 üstü 32 eləyir də. Mən görmürəm. Mənlər görünür ekran. Bu değil. Bizdə bəli. Mən açsın təzdən baxın. Çel böyle şey. Yaxşı məsələn. Şimdi tutsam. Göçüne böyle şey oldu. Bakın bakın. Hamın önünüzdə tek başım puluna var. Neçə alıq mənim cavabı? Mənimlə düzəldi görüntü. Bəli, mən indi görürəm. Əla. Bəli, mənim. Buyurun deyin, izahına davam edeyim. Mən nə yazırdınız? Mən qulaq asıram, amma görmürdüm deyə bilmirdim. 32-ci sualı mənim. 32-ci suala baxın. Müəllimə dərs neçədə bitəcək? 15 dəqiqəyə bitirir, yarısında bitəcək dərsiniz, çünki az qalıb sualınız. Baxaq. Burada 2048-i 3-ə bölə bilməzdik. Baxaq. İki qrafik təsvir uzunluqlarının qiymətləri cəmi eni ilə uzunluğu. Baxın, bir dənə qrafik, baxın, belə bir qrafik təsvirimiz var. Bu qrafik təsvirin eni, baxın, eni və uzunluqlarının qiymətləri cəmi 2048-dir. Yəni, bu hissə ilə bu hissənin cəmi 2048-dir. Biri 512-dir. Eni isə uzunluğundan 3 dəfə çoxdur. Bax, bu eni, bax, bu enidir. Uzunluğundan 3 dəfə çoxdur. Bu x-dir, bu 3x-dir. Və deyir, bunların cəmi, eni ilə uzunluqlarının qiymətlərinin cəmi 2048-ə bərabərdir. Deməli, 3x gələk bərabərdir 2048. Bu faylın yaddaşda 3 megabayt tutdu. Mənlə Biri 512-dir. burada düzgün yazdım. Biri də müəllimə biri 512-dir, biri də 1536-dır. 1536-dır. Yəni 512-ni vuranda 3-ə eləyir 1536.
Bəli, biri 1536, bəs digəri 512. 512. bəli. Digəri isə 512-dir. İndi deyir ki, 3 megabayt bu fayl yaddaşda məlumdursa, paytada rəhlərin sayını tapın. Deməli, yazarıq 1536 vurulsun 512, o da vurulsun x, bilmirəm axı rəhdənliyini sən. O da bərabərdir. Bərabər deyil 3072. Ay, bəli. İlqar müəllim 3072 yox. 3072. Yox, İlqar müəllim 8-ə də vurmalıyıq axı. Bitə çevirməliyik. 3072 ilə 8-ə vuracağıq. 3 var 213 kimi yazın. Niyə özümüzü çətinə salaq ki? Üslü faydalı 13 yazarıq da. Onsuz da belə deyim. Bunun nə əhəmiyyəti var ki? İkisinin cəmi 2048-dir. Belə deyək, yazarıq 1536 vurulsun. Küstü 9. Bölək. Bu nəyin həcmidir? Bu qrafik informasiyanın piksellərinin sayıdır. İndi biz x axtarırıq. X-i tapmaqdan ötürü də yazarıq 3 vurulsun 2 üstü 23 megabitə, eləcə bitə çevirməliyik axı. Bölünsün 1536 vurulsun 2 üstü 9. Misalın. O da bərabərdir. 3 vuraq 214. 32 eləyir 205. Hə. O deyir Çünki 1500 Hə, 1536-nı 512 vur 3 kimi yazsaq, 512-də 209, 209, 209, 218, 3-lər ixtisar gedir. 205 qalır. 23-dən 18, 5. Əlbəttə, bunu 32-ni belə də hesablamaq olar da. 223 bölü 209. 214 bura 3. Onu da böləcəyik 1536-ya. Burada Yenə da həmin 32-ni verir. bəli 32 alınır. 32 rəh dərinliyidir. Bizdən də rəh palitrasını soruşduğuna görə yazırıq 2 üstü 32 şəklində. Cavab 2 üstü 32 eləyir. A variantı. Çünki bizdən rəh palitrasını soruşur. Bu tip misallarda qiyməti tapıb qeyd etmək. Müəllimə, bir dənə bunu şey eləyərdiniz də. Mən onu qarışdırıram. Bax, cavabda rənglərin sayını deyəndə onda 2 üstü götürürük. Bəli, bəli, rəh sayıdır, rəh palitrasıdır. Bunlar 2 üstü şəklində yazılır. Bəs 32-ni deyəndə necə götürəcəyik? Əgər cavab 32 olsaydı, onda şərti nə qoyardılar? Şərti gərək yazardılar ki, rəh dərinliyi nədir? Hə, rəng dərinliyi sorsun. Bəli, gərək yazardılar rəng dərinliyi nədir? Sonra deyir, kompüterin yaddaşında saxlanılan 64 simvolu əlifbada kodlaşdırılmış 256 simvoldan ibarət mətn ilə 100 vurulsun 10 piksel ölçüsündə 64 rəngdən ibarət olan görüntünün həcmlərini müqayisə edin. Baxın, 256 64 simvol əlifba ilə kodlaşdırılan 256 simvol. Onda simvollu deyirsə 6 bit götürürdük. Bəli, bir simvol yaddaşda 6 bit yer tutur. 6 biti vurarıq 526-ya. Sonra 100 vurulsun 10, 100 də vurarıq 10-a, onu da vurarıq 64 rəng. 64 rəngdə nə verir bizə? Əslində o rəng palitrasıdır. O da eləyir eləcə 6. 100 vurulsun 10, o da vurulsun 6. Yəni 6000 eləyər, düzdürmü? 6000, 6000 bit. Baxın, bu bizə verər 6000 bit. Bu 6000 bit. Bu da 526-nı 6-ya vurur. Bəli. Bəli, 526. Onlar müqayisə edir. Bəli. Neçə deyir? 526-nı 6-ya vurur. O 64'e görə vurdunuz. Müəllimə 206 bit informasiyanı 6 bitlə kodlaşdırır bir simvolu. Bəli, bəli. Bir dənə simvol yaddaşda 6 bit yer tutduğuna görə 6-nı vurub 526 yazır. Burada 3 bit işarəsini götürür D. Bəli. D variantı olur da burada. Yox, müqayisə edin deyirik. Yox. Müqayisə edəndə birincidə olur 3156. B variantı olur da müəllimə kiçik olur onda.
Bəli. İkincidə də Dəniz. D variantı olur, bəli. Dəniz. D olur da. əla. Bəli. 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 Otuz dörd. Baxın, mənim 34 tipli misalı nətər həll edirik? Bu tip misalı həll edəndə ayırırıq. Təbii ki, deyir 32 bitlik IP ünvanı nöqtələrini ayrılmış 4 onluq ədəd vasitəsilə necə göstərir? 8-8 ayrılır da bunu. Arkadan başlayacaq 8-8 ayrılmalı. Bəli. İkilikləri qaytar çevirin onluğa. Elə bir 8-8 ayırıb onluğa çevirin. Bunun asan yolunu mən belə eləyirəm həmişə. 8-8 ayıram, sonra 1, 2, 4, 6, 8 üstlərini birdən başlayıram və üstləri kimi. Sonra onlarda hansında bir varsa onları toplayıramsa deməli hansı rəqəmisi o çıxır da. Yox, müəllim, yox. O siz Yox, dediyiniz, müəllim, siz dediyiniz Bax, müəllim, 8-8 ayırdım. Yox, müəllim, həmin şeydir, bax. Bu mən bir dənə deyim də. Bax, 0, sonra bu 1'dir də. 0, 1 götürürük. Sonra bu tərəfdən 2'ni bu fikrimi tapdıra bilmədim, değil mi, müəllim? Müəllim, siz Niyazi müəllim, onluq say sisteminə keçirirsiniz də. Bəli də, onluq say sisteminə İndeksdə bura qeybətə yükləldiniz. Belə demək istədim. Bax, belə deyək də, bu ikili say sistemində verilmiş hər hansı bir onluq say sisteminə keçirəndə 8-8 ayırmışıq da bunu. Deməli, bax, arkadan başlayırıq rəqəmləməyə, 8-8 ayırdığımız yerə ki, bax, 0'ın üstünə 1 yazırıq, 1'in üstünə 2 yazırıq, o bir 0'ın üstünə 2 yazırıq, 4 yazırıq, sonra 8 yazırıq, sonra 16, sonra 32, sonra gəlir 128. Deməli, 1, 2, 4, 8, 16, 32, 64, 128. Bəli, indi burada 128 bir olduğuna görə 128 üstə gəlinsin 64, üstə gəlinsin 32'ni götürmürük. 32 sıfırdır da çünkü. Keçirik 32'den sonraki nədir? 16. Üstə gəlinsin 16, sonra üstə gəlinsin 8 olacaqdır. Üstə gəlinsin 8, üstə gəlinsin 4'ü götürmürük, bir de götürdük 2'ni. Üstə gəlsin 2. Aynen, cəncələ girincə elə bunu onluq say sisteminə keçirib tapmaq olardı rahat. Onlar hassasdır da müəllim. Bizi gələk hamısını 2'yə vurarsak, amma belə götürəndə bu onlar hassas şeydir. Bir sözlə müəllim, əla, çox sağ olun ki, kim necə rahat, asan qayda ilə kimə asan gəlirsə həll etmək, o qaydada həll edin. Hər iki qaydanı bəli yazmaq olar. B5 hansını deyir, qiymətini müəyyən edin. Baxın, burada deyir ki, len, right nə deməkdir? B3, 5. Bəs, aha, bəli. Yəni ki, len edin, sayın B2 xanasını. Sağdan başlayıb 2-2 sayın. O birisi də deyir ki, soldan 2-2 sayın. Mənim bu orta məktəbdə var ki, deyil. Yox, orta məktəbdə Yox, yox. mən də deyirəm də görməmişəm bunu. Ümumiyyətlə, heç miqdə də yox. Yazmaya bilərsiniz, yəni. Yəni, mən bunu Ona düşək 36'ya da. Hə, bu bizə düşəsi deyil. Qurulmuş deyir diaqram. Hə, bu sırf belə deyim, sertifikasiya səviyyəli sual. Bəli, bax. Bu da asat. Hə, burada ikisi bərabərdir. Bəli, deməli ki, Düşmüşdü bu. 3'lə, deməli 1 ilə 3 bərabər. Deməli A1 üstə gəlsin B1, vurulsun 2. Bunları bərabər eləyəcək. A1 bölünsün 2, bölünsün 10 ilə bərabər eləyəndə cavab çıxacaq. Bəli. Belə olacaq da 20 üstə gəlinsin. B1'i bilmirik. X vurulsun 30 eləyirsin. Burada da variant qoyub işləmək olar da, düzdür. B1'ə. Əlbəttə ki, bəli, elə də yaza bilərsin.
Bilirsiniz nətərdir? Yəni bir misalın bir neçə həlli ola bilər. Əsas lazımdır ki, bizə o belə deyim, lazımi həll variantını tapıb həll eləmək. Yəni o çətin məqamda lazım olan vaxtda o həlli tapa bilək, hər variantı tapa bilək. Yəni onun mənası yoxdur ki, bu doğru. İmin bu qaydada getməlidir bu misal ya fərqli qaydada olmalıdır. Nizami müəllim, 36-cı misal nətər yazardı? Müəllim, 36-nı müəllim dedi da, A1 20'dir, 20'nin üstünə B1'imiz X-dir, vuraq 2'ye, onu da bərabərləri, A1 də yenə 20'ni 2'ye bölərik onu, onu da ona vuraq 100. Dənli kimi həll edib B1'i çıxardarıq. Bəli, bəli. Ağla. Bəli. Aydınlısa keçən növbəti. Cavab 30. Bəli. Burada da yine AP ünvanı deyir, rəqəmlərlə ardıcılıqlar. Yəni burada da elə yazmalıyıq ki, təbii ki, 0-dan 255 aralığı. 255-dən böyük olmasın, 0-dan 0 və 0 götürməsin. Mən bu 36'ya dəqiq baxaq. Nəsə çatmadı mən. Faizlə orada nəsə uyğun gəldi. Niye uygun gelmiyor Mehmet? Burada bak fikir verirsiniz. Həmişə diaqramda saha dəqrəbinin istiqamətində sıralanır. Ha məsəl üçün A2 xanası bu yaşıl deyirəm, göy olan hissəyə aid olur. B2 xanası B xanası da B2 xanası qırmızı olan hissəyə aid olur. Yəni ikinci belə gedir da. C xanası da 37 yaşıl olan hissəni göstərir. Mən indi o hesablayam. Hesablayanda belədir. A1 belədir. A1'in qiyməti 20'dir. 20 üstə gəlinsin. B1'i 1'dir. B1'in Dərzləri A2, B2, C2'dir onda. faiz göstərəcəsi. Bəli. Burada faiz göstərəcəsi budur. İndi başa düşdüm onda. Əgər mən A1, B1, C1'i faiz göstərsin elədim. Ona görə dedim, bu niyə alınmadı? Müəllimə, qiymət yerinə də qoyub yazmaq olardı, nə? Ya tapmışam, qiymətim 30 tapdım. Prosta burada 20, 30, 20 alındı. Dedim ki, faiz göstəricilərində niyə bu az, bu çox oldu? 30, 20, 30'dursa ikisi bərabərdir. 30'da bərabərdir, 20'də kiçikdir. Baxın orada, 37 faiz. Mənim 20, 20, 37, 37 deyil, 30 cavabı olanda 26 faiz, yəni az oldu. Ona görə çarpsın qaldı. 26, 30 olanda, bir 30 olanda. Deməli bu 26 faizdən yuxarı olmalıdır ki, o birinci, yəni A1 şərti ödəsin. Yəni birinci, cədvəli birinci sətri ödəsin. Birinci sətri ödəmədiyinə görə biz ikinciyə baxırıq. Başa düşdüm mən. Məsələn, burada C2 də 100'dür. Ondan sonra C2'dən əlavə, o birisi də 100'dür. Mən buna da O var, yüzdə- bu ben deliyim. Yüzlər də elə bir ki, 37 faizlərdir. Bəli. Bax, 37 de adı da. 37 rahatdır, yəni hər birinin variantı var. 38'e bax. Deyir, faylların hansı atributları var? Müəllimlər, faylların hansı 38'də, müəllimə, 38'də atributlar deyəndə deməli nəyə nəzərdə tutur? Sistemi, arxivi, bir də Gizlətmə. hidden, bəli, gizlənmə əmri var. Düz. Bəli. Baxın, save'dir, print'dir, close'dur. Bunlar Eləsi əmrlər. çıxar müəllimə. Əlbəttə ki, baxın, save, print, Bəli, close. atribut deyəndə nəyə nəzər Əmrlər. tutur? Anlamadım. Atribut bilirsiz nə tərəfən? Yəni ki, bax, sistem faylları var, arxiv faylları. Faylı var, artıq. Aktif faillər var, sistem faillər var. Bir də müəllim, bax birinci variantda misal üçün deyir ki, save, saxlamaqdır, print deyib bağlamaqdır. Bu failin atributu deyil. Sadəcə ikincidə size, o elə bir ki, ölçüdür. Arxivlə Arxivdir, o birisidir. Sonra printdir, maksimaldır, bir də klub bağlamaqdır. Müəllim, o şey var, mətn faylı, TXT, Excel faylı, onları nəzərdə tutur da. Başa düşdüm, bəli. Burada hansı variant oldu müəllim? Şey var ya. Dəniz müəllim, Nizam müəllim, Dəniz. Gəlin aydınlıq gətirək ki, atribut nədir? Atribut odur ki, belə deyim,
fail üzərində həmin əməliyyatları icra eləməkdən söhbət getmir. Uzantısı deyək də Məhəmməd, qısacası elə deyil. Uzantı Bəli. Uzantı, yəni növü var. Müəllimə, failin deməli adı var, bir də üç şeydən ibarət tipi var da, uzantı tip də failin tipi də deyilir. Bəli. Uzantısı da deyilir, tipi də deyilir. Bəli. Ona görə də sistem axir Hidden nədir? Valima, hidden. hidden nədir? Bəzən Gizlənmək. olur ki, faylı məsələn istəyirsiniz ki, görsənməsin də ekranda fayl. Görsənməsin deyə sağ düyməni sıxırsınız, oradan kontekst menyu açılır, ağ belə pəncərə. O kontekst menyudan dördüncü əmrdir, səhv eləmirəmsə, hidden əmridir. Hidden əmri seçilən kimi həmin fayl görsənmir. Biri var silmək, silinmir sistemdən, qalır yaddaşda. Amma ekranda görünmür. Əslində var ekranda. Görünməz edir. Bəli, hidden sözü mənası ingiliscəsindən gizlətmək, görünməz mənasındadır. Deyir, hansı variant informasiyanın əsas xassəsinə aid deyil? Təbii ki, müəllimlər, informasiya aktual olmalıdır, anlaşılıqlı olmalıdır, obyektiv olmalıdır, adekvat olmalıdır. Amma diskret Diskret müəllimə, algoritm. Algoritma aiddir diskret. bəli. Deyir, şəbəkə ilə ötürülməzdən əvvəl. Adekvatlıq hansıydı müəllim? Bəli, adekvatlıq nədir? Görülən işin məqsədə uyğunluq dərəcəsidir. Görülən işin məqsədə uyğunluq dərəcəsidir. Məsələn, bir yolda bir-birinə Orta məktəb kitabında adekvatlıq məncə verməyiblər. Bu informasiya bu. Hə, yoxdur. Sonlarda Elə məktəbdə bu düzdür, informasiyanın xassəsidir, amma bu orta məktəbdə deyil. Yox, məsəl üçün deyirik ki, şagird sizə soruşur, deyir ki, kompüterin aparat təminatını mənə izah edir. Aparat təminatı qalır, siz başlayırsınız şagirdlə proqram təminatından danışmağa. Görürsünüz, onun verdiyi suala düz cavab vermişsiniz axı. Düz cavab verirsiniz, amma verdiyiniz cavab uyğun deyil. Görürsünüz, cavab uyğun deyil. Ona görə deyir ki, uyğunluq dərəcəsi, yəni adekvatlıq pozulmuşdur. Sonuncu sualımıza baxaq. Deyir, şəbəkə ilə ötürülməzdən Onun cavabı da 148. Niyə 148? Deyin zəhmət olmasa. Variantlarda sualın cavablarını. Yox mənim. Baxın, informasiya elə kodlaşdırılır ki, informasiyanın həcmi 48% artır. Əgər informasiya şəbəkə ilə ötürülmə sürəti 8 megabit saniyə olarsa, yəni 1 saniyədə 8 megabit ötürülərsə, ilkin həcmi 100 megabayt olan faylı kodlaşdırıldıqdan sonra ötürülmək üçün neçə saniyə tələb olunar? Çox maraqlı sual, sürət məsələsi. Müəllimə, ya megabaytı mbitə çeviririk. Bəli. Hə. Ya da mbiti megabayta. Və onu 48%, yox, artandan sonra olunur. Hə, onu da elə bir ki, Baxın, bəli. Hə, saniyədə deməli 100 megabitə çevirəndə misal üçün aldıq, məsələn deyirəm, 200 megabit. Onu da bölünük 8-ə, məsələn 256-nı bölünük 8-ə, 256 almışıqsa məsələn, megabayt bitə çevirəndə. Əslində, üçüstü baytdan bitə çevirəndə, böyükdən balacaya çevirəndə vururuq da. İki üstü vuracağıq. Elə deyil. Bəli. Hə, o denəcək 800. Bəli. 800 də hə də 8. Ona böləndə nə alsaq cavab odur. Tarafındansa 148 olmalıdır görmədim. Baxaq mənlər. Bir şəbəkə ilə ötürülməzdən Gərək fırlaya biləsən də 148 almışsan. Şəbəkə ilə ötürülməzdən əvvəl informasiya elə kodlaşdırılır ki, informasiyanın həcmi 48% artır. Baxın, ötürülməzdən əvvəl kodlaşdırılır və həcmi 48% artır. Nə vaxt? İnformasiya ötürülməzdən əvvəl.
Yəni ötürülməzdən əvvəl 48% həcmi artırılır. Neçədirsə həcmi? Bu həcmi 48% artırırıq. Ondan sonra belə deyim, həmin rabitə kanalı vasitəsilə ötürürük informasiyanı. Şəbəkə ilə ötürülmə sürəti deyir 8 megabit saniyədə. Deməli, biz bir saniyədə 8 megabit ötürə bilərik. İlkin deyil həcmi. Baxın, ilkin həcmi görün nə hasan, həqiqətən bəsit misal. Sadəcə diqqətlə oxumaq. Düz böyük görsənir, çətin görsənir, amma əslində bəsit misal. Baxın, ilkin həcmi 4 megabaytdır, düzdür? İlkin həcm 100 megabaytdırsa, onu 48% artırın. 48% artırın. O ilə 48 megabayt artırmaq deməkdir. Eləyir 148 megabayt. Baxın, eləyir 148 megabayt. 148 megabayt. İndi ötürülmə sürəti 8 megabitdir. Müəllim, onu da çöndərib 8, çöndərib megabitə. Sözsüz megabitini məncə bayta çevirilir, megabayta. O da 1 megabayt. Əla, bəli. Megabayta çevirməliyik mütləq. Çünki baxın, eyni vaydla olmalıdır. 148 megabayt əlimizdə. Çevirə bilməliyik megabitə. İlqar müəllim, 8 megabiti elə çevirin də megabaytı bölün 8-ə eləsin 1 megabayt. Deməli, 1 saniyədə nə qədər ötürə bilir? 1 saniyədə 1 megabayt ötürür. Gücü budur. 1 saniyədə 1 megabayt informasiya ötürmə qabiliyyətinə malikdir. Onda hə də 148 də böləcək 1-ə bərabərdir 148. Müəllim düz deyir də, hər nə fırlatsaq da 148-dir. Səhərdən deyirəm, inanmırsınız mənə. Yox, müəllim, inanırıq. Prosto biz fırlatmaq istəyirdik. Ümid edirəm ki, tam aydındır müəllim. Nizami müəllim. Bəli, müəllim. Danışırsınız, amma Nizami müəllim izahını demir. Nizami müəllim, zəhmət olmasa deyin 40-cı misalın izahını nətər həll elədik? Aydın oldu müəllimə. 100 megabaytdır. 48% artırılır, edir 148 megabayt. 8 megabiti də keçirdirik megabayta, megabayt saniyə. Onda 1 megabayt saniyə edir. Onu da böləndə 148-də belə böləndə 148 edir. Əla, bəli. Aydın. Əla, bəli. Niyazi müəllim, tam başa düşdünüz misalı? Bəli, müəllim. Əfsanə müəllim, ümid edirəm ki, aydındır. Bəli, müəllim. Əla. İndi müəllimlər, bu sınaqdan sonra elektron sınağınız hazırdır. Elektron sınağa atacağım indi qrupa. Onu qəşəng-qəşəng həll eləyərsiniz sabah üçün. Başa düşmədiyiniz, aydın olmayan hansı sual olsa mütləq qrupa göndərin. Gələn dərs izahına baxın.